İstəyir Məşəddə olsun İmam Rızanın ziyarətində, istəyir Mədinədə Peyğəmbər ziyarətində, istəyir Məkkədə namaz qılsın, istəyir Braziliyada, Argentinada, Rusiyada, harda olur olsun bir rəngi var. Bir dəstə insan var ki, onların yalnız bir rəngi var. Bir rəngə malikdirlər. İlahi rəngə bürünüblər. Allah yolunun yolçusudurlar. Onlar Allah yolunun yolçusu rəngindədirlər. Başqa rəngə düşmürlər. Harda olsalar, harda görünsələr, hara getsələr də bir rəngdə gedirlər. Möminin iki siması olmaz. Fasiqlərlə oturanda fasik kimidir. Dolu dindir də. Fasiqlə oturanda bax ona kənardan. Görürsən, elə fasiqlərdən fərqi yoxdur. Onların tayıdır. Gəlsin otursun bizi ilə burada. Elhamdülillah, subhanallah, Allah ekber, bizdən bir fərqi yoxdur. Hara düşür, o mühitin rənginə bürünür. Harda olur, onlar kimidir. Bu münafiq əlamətidir. Bu münafiq belə olur. Möminin bir rəngi olar. Məsciddə necədirsə, evdə də hər yerdə də o cür adamdır. O bir üzlü fasik var, bir üzlü fasik. Onun bir dənə özü var da, nədirsə odur. Günahkardır, fasikdir, elə bir üzü də var. Gəlib burada yalandan özünü göstərmir. Elə hardadırsa oradadır. Həmin o bir üzlü fasik var, o iki üzlü namaz əhlindən qat-qat üstündür. Heç olmasa bir üzü var.